olmalıydı bugün efirimizdə. Amma Lətifə xanım axşam saatlarında efirimizə niyə gəlmədi? Sən anonslara baxdınmı kim qonaq olacaq? Baxmışdım. Bir-iki nəfər yoxdur imtahsıyla. Bir nəfər yoxdur. Bir nəfər yoxdur. Gecə sənə hamıya anons göndərib. Amma Zülfiyə xanım bilirdi kimlər olacaq, Nazilə bilmirdi. Bilmirdim. Siz də bilirdiniz, siz də bilirdiniz, hamıya demişdilər. Xanımı mən Nazilə etdim ki, mən qalmaqal istəmirəm efirimdə də. Rasimi biz gələnə deyə saxlayaq. Çünki Nazilə mənə o qədər önəmlidir ki, Nazilə ilə danışmayan müğənni elə bilsin ki, mənimlə danışmır. Çünki niyə? Çünki Nazilə mənim evimin içidir. Yəni qızımın bibisidir. Bu efirə görə deyil. Nazilə evimin içidir mənim. Onun oğlanlarına qoyduğum hörməti onlardan mən görürəm. Və mənim dostuma bir bəy irad bildirirsə, dedim qoy başqa cür olsun. Lətifə xanım efirimizə gələcəkdir. Gecə saat